Xoş gördük əziz dinləyicilər. Nəhayət bir dənə də qanlı müharibənin sonuna çatdıq. Nədir? Qəzzada Həmas və İsrailin zərbələrindən sonra bir sülh sazişi imzalandı. Həmas Misirdə Türkiyənin də, Qətərin də, ABŞ-ın və İsrailin də iştirak etdiyi bir deməli sammitdə verilən sənədi demək olar ki, imzaladı. Yəni bu özündə nəyi ehtiva eləyəcək? Bu günləri İsrail ordusu Qəzzanın mərkəzində idisə, o müəyyən qədər oradan çıxacaq. Bir 50%-nə demək ki, özü nəzarət edəcək, İsrail nəzarət edəcək. Digər yer isə keçmiş baş nazir olan Tony Blair'in nəzarəti altında bir koalisiya yaranacaq. Yəni orada Həmas iştirak etməyəcək. Qəzza da bundan sonra Qəzzalıların da yarısı oradan keçib. İndi bundan sonra artıq demək olar ki, Qəzza ərazisi o 2,5 milyon əhalinin yaşadığı ərazi İsrail və İngiltərənin nəzarəti altında keçəcək. Bu günləri Türkiyə prezidenti də bildirib ki, çox sağ ol, təşəkkür edirik, sülh sazişi imzalandı. Xatırlayırsınızsa, mən həmişə deyirdim ki, mən bu işlərin görən Amerikadır və sonda da o bu məsələyə son qoyacaq. Yəni bugünkü müsəlman ölkələrinin, ərəb ölkələrinin hər hansı bir iş görmə imkanları yoxdur. Yəni bunlar hamısı boş söhbətlərdir. İsrail Türkiyə ilə müharibə eləyər, Türkiyə İsrailə girər, oranı dağıdar, buranda heç kəs heç yerə dağıda bilməz. Ərəblərin bu qüdrəti yoxdur və Türkiyə də bunu edə bilməz. Niyə görə Türkiyə bunu edə bilməz? Türkiyənin də o gücü yoxdur. Türkiyə böyük gücdür, amma sərhədləri yoxdur. Bu günləri mən bunları deyəndə insanlar elə başa düşürlər ki, mən Türkiyənin əleyhdarıyam, əksinə ən çox Türkiyəni bəlkə sevənlərdən biriyəm və Türkiyənin inkişaf edib güclü olmasını istəyirəm. Amma Erdoğanla bu mümkün deyil. Bu günləri xatırlayırsınızsa, Erdoğan həmişə hakimiyyətə gəldidə nəyin reklamını edirdi? Biz Dünya Bankına borcumuzu qurtardıq. Xəbəriniz varmı? Bu günləri artıq bütün dünyanın da ortaya qoyduğu və Türkiyə hökumətinin də ortaya qoyduğu Türkiyənin borcu ortaya çıxdı. Türkiyənin borcu nə qədərmiş? 500 artı 47 milyard dollar, yarım trilyon dolları ötmüş oldu Türkiyənin borcu. Biz deyəndə Türkiyənin iqtisadi cəhətdən ağır vəziyyətdə salıb və Türkiyə xalqı geriyə gedir, bunu deyirdi. Bizim üçün Erdoğan önəmli deyil, bizim üçün hər hansı bir şəxs önəmli deyil, bizim üçün Türkiyə önəmlidir, Türkiyə. Çünki Türkiyənin varlığı çox şey ifadə edir. Türkiyənin varlığı ilə biz böyük işlər görə bilərik. Məhz Turanda da bu işi görə bilərik, Azərbaycanda da bu işi görə bilərik, regionda da gücə çevrilə bilərik. Amma axsaq bir Türkiyə ilə, diktatura bir Türkiyə ilə, avtoritar bir Türkiyə ilə, iqtisadiyyatı çökən bir Türkiyə ilə biz heç nə edə bilmərik və Turan ölkələrində də avtoritar ölkə başçıları ilə biz heç nəyə qadir ola bilmərik. Bu qədər 58 İslam ölkəsinin gedib balaca bir 5 kilometr eni, 40 kilometr uzunu olan 2,5 milyon ərəbin yaşadığı bir Qəzzaya sadə bir toxunuş eləyə bilmədisə, bunun hamısının səbəbi avtoritar üsul idarəçiliyidir. Avtoritar üsul idarəçiliyi heç bir zaman dövlətə xeyir verə bilməz və heç bir zaman o dövlətin milli mənafiyi məsələsi ola bilməz. Bunu nöqtə eləyin, bunu sırğı eləyin, qulağınızdan asın. Çünki avtoritar ölkə rəhbərləri yalnız və yalnız öz kreslolarını düşünə bilərlər. Kreslo dövlət mənafiyindən, xalq mənafiyindən qabaqda gəlir. Biz ona görə də Türkiyə üçün nə arzulayırıq? Türkiyə üçün demokratiya arzulayırıq. Çünki biz bədbəxt olmuşuq, heç olmasa siz bədbəxt olmayın. Çünki Atatürkdən gələn böyük bir ənənə var, Atatürkdən gələn böyük bir layiqlik ölkəsi var. Bu günləri Türkiyənin institutları hələ ki güclüdür. İstər partiya institutları olsun, istər televiziyalar kifayət qədər güclüdür. Düzdür, Erdoğan bunları çoxuna son qoyub, amma yenə də o güc qalır. Baxın, mən bunu deyirdim. Bu günləri Qəzzada imzalanan İsrailin, Amerikanın razılaşdığı planla sizin də razılaşmaqdan başqa bir yolunuz yoxdur. Çünki siz avtoritarsınız. Çünki ərəb ölkələri avtoritardır, öz unitazlarını dövlətin və xalqın maraqlarından üstün tuturlar. Bu günləri Şeyx Əbdülhəmidin bir dənə qızıl teşti Qəzzanın bütün xalqından önəmli və qiymətlidir. Ona görə də, baxın, Qətərə bir dənə zərbə vurdu, sonra üzr istədi, hər şey düşdü qaydasına. Bu mənada deyirdim ki, yəni orada Qəzza olmayacaq, Həmas da olmayacaq, məhv eləyəcəklər və yalnız orada olan Fələstin xalqı ki var Qəzzada, bundan sonra bəlkə rifah və
xoşbəxtlik altında bəlkə bundan sonra yaşaya bilər. Əlbəttə ki, biz bunu arzulayırıq. Heç bir yerdə qiyamın, heç bir yerdə günahsız insanların ölümünü istəmirik. Təşəkkür edirəm diqqətinizə görə.